Xoş gördük. Bugün 4 Aprel'dir. Təbiətin tam mənası ilə oyandığı, ruhumuzun isə yeni ümidlərlə dolduğu bir gündür. Həftə sonunun bu ilk günündə ulduzlar bizə həm dincəlmək, həm də daxili dünyamıza boylanmaq üçün maraqlı fürsətlər vəd edir. Gəlin, bürclərin bugünkü hekayəsinə birlikdə nəzər salaq. Qoç, 4 Aprel sizin üçün əsl hərəkət və dinamika günüdür. Həftənin yorğunluğunu aktiv istirahətlə atmaq istəyəcəksiniz. Bugün fiziki enerjiniz o qədər yüksəkdir ki, idmanla məşğul olmaq və ya uzun yürüşlərə çıxmaq sizə əla təsir edəcək. Şəxsi münasibətlərdə partnyorunuzla birlikdə yeni bir macəraya atılmaq üçün uyğun zamandır. Maddi məsələlərdə isə xərclərinizə biraz diqqət yetirin, həvəsə gəlib lazımsız alış-verişlər edə bilərsiniz. İşlə bağlı fikirlər hələ də beyninizdə fırlansa da, bugün özünüzə dincəlmək üçün icazə verin. Dostlarınızın sizə olan bir təklifi gününüzü daha da rəngarəng edə bilər. Ulduzlar sizin cəsarətli addımlarınızı dəstəkləyir, sadəcə tələsik qərarlar verməkdən çəkinin. Günün sonunda özünüzü çox gümrah və xoşbəxt hiss edəcəksiniz. Həyatın ritmini tutun. Boğa, bugün sizin üçün daxili hüzur və estetik zövqlər ön plandadır. 4 Apreldə evinizdə vaxt keçirmək, bəlkə də dekorasiyada kiçik dəyişikliklər etmək ruhunuzu dincəldəcək. Maddi mövzularda sabitlik gözlənilir, lakin gələcək investisiyalar üçün planlar cızmaqdan çəkinməyin. Şəxsi həyatınızda sevdiyiniz insanla olan bağlarınız daha da dərinləşəcək, səmimi bir söhbət bütün anlaşılmazlıqları aradan qaldıracaq. Yaradıcılıq qabiliyyətiniz bugün zirvədədir, odur ki, hobbiklərinizə vaxt ayırın. Sağlamlığınızda isə boğaz və boyun nahiyənizi qoruyun, soyuq dəyməyə qarşı ehtiyatlı olun. Axşam saatlarında dadlı bir yemək hazırlamaq və ya sevdiyiniz musiqini dinləmək günün mükəmməl sonluğu olar. Sizin səbriniz və təmkininiz bugün hər kəsə nümunə olacaq. Kainatın sizə təqdim etdiyi sükutdan həzz alın. Əkizlər, Aprelin 4-ü sizin üçün sosiallaşma və maraqlı məlumatlar günüdür. Bugün telefonunuz heç susmaya bilər, köhnə dostlardan gələn xəbərlər sizi çox sevindirəcək. Ünsiyyət bacarığınız sayəsində yeni tanışlıqlar qura bilərsiniz ki, bu da gələcəkdə sizə yeni qapılar açacaq. Zehni olaraq çox aktiv olduğunuz üçün yeni bir kitab oxumaq və ya podcast dinləmək sizə intellektual zövq verəcək. Şəxsi münasibətlərdə partnyorunuzla maraqlı səyahət planları qura bilərsiniz. Maddi məsələlərdə xırda fürsətlər yarana bilər, lakin diqqətli olun. Sağlamlığınızda isə yuxu rejiminə fikir verin, enerjinizi çox dağıtmamağa çalışın. Bugün hazır cavablığınız hər kəsi heyran qoyacaq. Həftə sonunun enerjisini dostlarınızla paylaşmaq sizə mənəvi güc verəcək. Həyatın rəngarəng tərəflərini kəşf etmək üçün əla gündür. Xərçəng. Bugün emosional dünyanızda bir tarazlıq yaratmaq və özünüzü kəşf etmək üçün ideal vaxtdır. 4 Apreldə ailə üzvləri ilə keçirilən vaxt sizə daxili bir güvən bəxş edəcək. Keçmişdən gələn bəzi xatirələr gündəmə gələ bilər, lakin onlara kədərlə deyil, təcrübə kimi baxmağa çalışın. Maddi mövzularda ehtiyatlı davranmaq və böyük xərclərdən qaçmaq məsləhətdir. Şəxsi münasibətlərdə partnyorunuzun sizə olan dəstəyini hiss edəcəksiniz, bu da aranızdakı bağları daha da möhkəmləndirəcək. Evinizdə yaradacağınız isti atmosfer mart ayının yorğunluğunu tamamilə üzərinizdən atacaq. Sağlamlığınızda həzm sisteminə diqqət edin, təbii qidalara üstünlük verin. Bugün daxili səsinizə qulaq asmaq sizə ən doğru qərarları verməyə kömək edəcək. Hüzur dolu bir gün sizi gözləyir, sadəcə anın dadını çıxarın. Şir, bugün ulduzlar sizin üçün parlayır. 4 Apreldə özünüzü bir səhnədəymiş kimi hiss edəcəksiniz. Yaradıcılıq potensialınız o qədər yüksəkdir ki, hər hansı bir hobbini sənət əsərinə çevirə bilərsiniz. Şəxsi münasibətlərdə romantika və diqqət mərkəzində olmaq sizi xoşbəxt edəcək, partnyorunuzla birlikdə əyləncəli bir tədbirə qatıla bilərsiniz. Maddi məsələlərdə isə özünüzə kiçik bir hədiyyə almaq istəyəcəksiniz, lakin büdcəni tamamilə unutmayın. Liderlik keyfiyyətləriniz dost çevrənizdə özünü büruzə verəcək, bəlkə də bir qrup görüşünü siz təşkil edəcəksiniz.
Sağlamlığınızda kürək və onurğa nahiyənizə diqqət yetirin, ağır idman hərəkətlərindən qaçın. Özünüzə olan inamınız ətrafdakı hər kəsə müsbət enerji yayacaq. Bugün parlaqlığınızı gizlətməyin, dünya sizin enerjinizə ehtiyac duyur. Qız, bugün diqqətiniz tamamilə nizam-intizam və detoksa yönələcək. 4 apreldə həm evinizdə, həm də fikirlərinizdə böyük bir təmizlik aparmaq istəyə bilərsiniz. Lazımsız əşyalardan və negativ düşüncələrdən azad olmaq sizə yüngüllük gətirəcək. Analitik qabiliyyətiniz sayəsində gələcək həftənin planlarını indidən cıza bilərsiniz. Maddi mövzularda isə qənaətçil davranmaq sizə gələcəkdə böyük üstünlük qazandıracaq. Şəxsi həyatınızda qarşı tərəfi tənqid etməkdən qaçın, anlayış və şəfqət göstərmək bağlarınızı gücləndirər. Sağlamlıq mövzusunda yeni bir pəhrizə və ya yoga dərslərinə başlamaq üçün əla vaxtdır. Axşam saatlarında daxili hüzurunuzu qorumaq üçün meditasiya etmək və ya sadəcə sükutda oturmaq sizə çox yaxşı təsir edəcək. İntizamınız sizin ən böyük gücünüzdür, bu enerjidən öz xeyrinizə istifadə edin. Tərəzi, aprelin 4-ü sizin üçün tam mənasıyla bir harmoniya və balans günüdür. Bugün iki tərəfli münasibətlərdə yaranan kiçik pürüzləri diplomatik bacarığınızla asanlıqla həll edəcəksiniz. Estetik zövqünüz bugün hər yerdə özünü göstərəcək, bəlkə də qarderobunuzda bir dəyişiklik etmək və ya evinizə yeni bir çiçək almaq istəyəcəksiniz. Maddi məsələlərdə sabitlik gözlənilir, lakin lüks xərclərə qarşı diqqətli olun. Şəxsi münasibətlərdə partnyorunuzla birlikdə incəsənət və ya musiqi ilə dolu bir gün keçirmək ruhunuzu canlandıracaq. Sosial həyatınız canlanır, maraqlı bir dəvət ala bilərsiniz. Sağlamlığınızda isə böyrək nahiyənizi və su qəbulunuzu nəzarətdə saxlayın. Sizin zərifliyiniz və ədalətli yanaşmanız ətrafınızdakı insanlara hüzur verəcək. Həyatın tərəzisində bugün tam tarazlıqdasınız. Əqrəb, bugün sizin üçün gizli həqiqətlərin üzə çıxması və daxili transformasiya günüdür. 4 apreldə hissiyatınız o qədər güclüdür ki, sanki hər kəsin gizli niyyətlərini duyacaqsınız. Özünüzü yeniləmək, bəlkə də yeni bir ruhsal təcrübə yaşamaq üçün əla vaxtdır. Maddi məsələlərdə borc və ya investisiya ilə bağlı mühüm bir xəbər ala bilərsiniz. Şəxsi münasibətlərdə ehtiras və emosionallıq artır, sevdiyiniz insanla dərin və mənalı bir bağ qurduğunuzu hiss edəcəksiniz. Bugün həm də köhnə vərdişlərdən imtina etmək üçün güclü bir iradə nümayiş etdirə bilərsiniz. Sağlamlığınızda immunitet sistemini gücləndirən bitki çaylarına üstünlük verin. Sizin daxili gücünüz bugün hər bir maneəni aşmağa qadirdir. Özünüzə güvənin və dəyişikliklərdən qorxmayın. Ox atan, bugün macəra və yeni biliklər əldə etmək arzunuz zirvədə olacaq. 4 apreldə səyahət planları qurmaq və ya uzaqda yaşayan dostlarla əlaqə qurmaq sizə böyük sevinç bəxş edəcək. Optimizminiz hər kəsə sirayət edir, bu da sizi sosial mühitlərdə diqqət mərkəzinə gətirir. İşlə bağlı fikirləri bir kənara qoyub, bugün tamamilə sərbəstliyin dadını çıxarmağa çalışın. Maddi məsələlərdə gözlənilməz kiçik bir qazanc gününüzü daha da parlaq edə bilər. Şəxsi münasibətlərdə dürüstlük və səmimiyyət ən böyük silahınız olacaq. Sağlamlığınızda isə aktiv hərəkət etməyə, idmanla məşğul olmağa çalışın və enerjinizi boşaltmaq sizə lazımdır. Bugün ulduzlar sizə dünya sənin evindir deyir. Yeni üfüqlərə doğru baxmaqdan və xəyal qurmaqdan çəkinməyin. Şans sizin tərəfinizdədir. Oğlaq, bugün sizin üçün ciddiyyət və məsuliyyət hissi biraz arxa plana keçir, daha çox daxili hüzur axtaracaqsınız. 4 apreldə ailə ocağında vaxt keçirmək və gələcək hədəflərinizi səssizcə təhlil etmək sizə yaxşı təsir edəcək. Maddi mövzularda isə gəlirlərinizi artırmaq üçün yeni strategiyalar cıza bilərsiniz. Şəxsi həyatınızda sevdiyiniz insanla birlikdə uzun müddətli bir plan qurmaq üçün uyğun zamandır. Ciddi görkəminizin altındakı o şəfqətli tərəfi bugün göstərməkdən çəkinməyin, bu, yaxınlarınızın sizə olan etibarını daha da artıracaq. Sağlamlıqda sümük və oynaq ağrılarına qarşı diqqətli olun, ağır fiziki işlərdən qaçın. Axşam saatlarında biraz sükut və tək qalmaq zehninizi dincəldəcək.
Siz əmin addımlarla irəliləyirsiniz. Sadəcə bugün biraz nəfəs almaq üçün özünüzə zaman tanıyın. Dolça, bugün sizin üçün yaradıcı fikirlər və orijinal layihələr günüdür. 4 apreldə dostlarınızla bir araya gəlib gələcəyə dair maraqlı ideyalar müzakirə edə bilərsiniz. Sosial layihələrdə iştirak etmək və ya texnoloji yeniliklərlə maraqlanmaq ruhunuzu işıqlandıracaq. Şəxsi münasibətlərdə azadlıq və səmimiyyət ön plandadır. Partnyorunuzla fərqli və maraqlı bir mövzuda söhbət etmək bağlarınızı möhkəmləndirəcək. Maddi məsələlərdə gözlənilməz bir fürsət yarana bilər, lakin hər şeyi yaxşıca analiz edin. Sağlamlığınızda qan dövranına və ayaq nahiyənizə diqqət yetirin. Yürüyüş etmək sizə enerji verər. Bugün sizin fərqli baxış bucağınız hər kəsi heyran qoyacaq. Özünüz olun və orijinallığınızdan çəkinməyin. Dünya sizin fərqli düşüncələrinizlə biraz daha gözəlləşir. Balıq, bugün daxili dünyanızın zənginliyi və intuisiyanız sizə ən doğru yolu göstərəcək. 4 apreldə yaradıcılıq qabiliyyətiniz o qədər yüksəkdir ki, bir şeir yaza, rəsm çəkə və ya sadəcə xəyallara dalaraq ruhunuzu dincəldə bilərsiniz. Şəxsi münasibətlərdə romantika və şəfqət zirvədədir. Sevdiyiniz insanla ruhsal bir vəhdət içində olduğunuzu hiss edəcəksiniz. Maddi mövzularda isə daxili hissiyatınıza güvənin, lakin sənədlərə imza atarkən diqqətli olun. Sağlamlıqda su ilə təmasda olmaq, duş qəbulu və ya dəniz kənarı sizə müalicəvi təsir edəcək. Bugün başqalarına kömək etmək sizə böyük bir mənəvi zövq verəcək. Birinin problemini həll etmək özünüzü daha yaxşı hiss etdirəcək. Kainatın sevgisini qəlbinizdə hiss edin və bu işığı ətrafınızla paylaşın. Hər şey xəyal etdiyinizdən də gözəl olacaq. Və sonda, 4 aprel üçün ulduzların sizə pıçıldadığı sirlər bunlardır. Ümid edirəm ki, bu həftə sonunun ilk günü sizin üçün bol enerji, sevgi və hüzurla keçər. Unutmayın ki, ən böyük ulduz elə sizin qəlbinizdədir. Sabahın proqnozlarında görüşənədək sevgi ilə qalın.